Əsl bağ evi qardaşım. Mülk 14 sotda bir dənə villa tapmışam sizin üçün. 500 kvadrat evin özüdür əziz izləyicilərimiz. Evimiz harda yerləşir? Buzovnada, Ayda Parkın arxasında. Dalanların birində, 5-ci dalanda, belə deyək. 5-ci dalanda əsas yoldan bir deyək 300 metr. Qapısına asfaltı çox prestijli məhəllədir. Əziz izləyicilərimiz, burada deməli söhbət necədir? 14 sot, burada torpağın sotu 25 min idi. 6-7 ay bundan qabaq. 25 minlə 14 sot hesablayın. Yerdə qalan pula da ki, indi göstərəcəm. Görün bu şəraiti qurmaq olar yoxsa yox. Həqiqətən çox gözəl qiymət təklif olundu. Qardaşım, bax burada sanitar qovşağıdır. Sonra orada qazanxanasıdır. Bax belə bir şeylərdir. Burada qardaşım gözəl bir dənə böyük palmas. Bax palmaları 5000 qiyməti var bu palmanın. Manqalnisidir. Yay qış mətbəxi azad. Soruşdum, deyirlər 64 kvadrat yay qış mətbəxidir. Bax bura. Daxil olduq buraya. Bura deməli isti döşəmə ilə də əziz izləyicilərimiz. Hər bir şey var da evində bax. Kamera sistemi neysən? Sonra bax qardaşım burada nə bilim tok peçisi, soyuducusu, divanı, kreslosu, stolu, mebellər, böyük kondisioneri AUX 100 kvadratdır. Qardaş, ev deyirəm sənə, ev. Gör açılır buradan qapı çıxaq gedir. Bu evimizin hovuzu da var. Hər bir şey əziz izləyicilərimiz bu evdə düşünülüb. Azad hal-hazırda buradan çıxır bayra, çıxaq Azad. Azad. Geç evin deməli sağ tərəfinə. Gir sağ tərəfini bir dənə çəkiliş elə. Orada deməli bizim neyimiz var? Həyətin bir dənə göstər. Pultla idarə olunan darvazamız. Həyətinə bəlkə bir 15-20 dənə maşın daxil olur. Gəl bura. Şəxsi tikilir də qardaşım. Bu yəni tikilməyib ki, satılmaya üçün. Evin içində girəcək indi. Evin içində bütün otaqları hamısı geniş-geniş. Nə bilim. Bir dənə qardaş, bunları çək. Bunları, bu incəliklər. Pəncərələrin hamısının qabağında jalüzü var. Bildiniz necə? Yəni evdən çıxırsınız, gedirsiniz şəhərə, vurdun knopkanı, qardaş, bağlandı bura. Bütün pəncərələrin qabaqları jalüzlə. Burada qardaş, filtr novuzumuzdur, qardaşım. Filtr novuzu, orada filtr xanası, uşaq hovuzu, böyük hovuzu. Fırlanaq bura, qardaş, bura. Evin arxa tərəfidir. Kombi xanadır. 3 dənə böyük, 4 dənə qazanxanadır. 3-4 dənə böyük kombi. Mətbəxdən bura çıxışı da azad. Mətbəxdə nəsə pişirdin, düşürdün, çıxdın, nə bilim, belə də yəni hava çıxmağına görə, çıxıb oturmağa görə. Özdə ki, bir dənə şey də var ki bu evin. Baxışı yoxdur da içinə. Bildin necə, azad. Həqiqətən gözəldir. Havasında da söhbət yoxdur da. Buranın havasında söhbət yoxdur. Azad. Dayandır bir dənə videonu keçək evin içində. Azad, daxil olduq evimizin içidir. Giriş hissəmizdir, qardaşım. Bura isti döşəmədir. İsti döşəmə, burada şkabımız, paltar dolabımızdır. Gəl qardaşım. Bir dənə bunun parketini var. Bu evə pul qoydum. Həqiqətən bu evə pul xərclənir. Sağ tərəfdə, girdik, bura geniş hol idi. Burada bir dənə çamaşırxanadır. Daxil ol hazır. Bir dənə geniş hamam otağıdır. Yəni, nə dedim, paltar yanına tutmuş hər bir şeyinə kimi var da. Gəl Azad, qardaşımız. Gəl bura. Qonaq otağını çək, qardaşım. Ev neçə otaqdır? 6 otaq, 2 otaq burada. 9 otaqda, 10 otaqda indi baxırıq da. Bu birinci otağımız. Sayaq bir. Geniş otağımız, qardaşım. Özünüz də görürsünüz də burada, yəni olan mebellər, hamısı bahalı mebellərdir. Adıcı elə bunun lüstrlardır zatdır, hamısı bax. Azad. Bir dənə bunu çək, qardaşım. Gəl arxaya gəl Azad. Görürsən, sirmə qapımızdır. Daxil oldu mətbəx otağına. Yenə də isti döşəmədir mətbəximiz, keyfiyyətli və bahalı mətbəx mebelimiz, qardaşım. Genişliyinə söhbət yoxdur mətbəx. Mətbəxdən eyvanlara çıxışı vardı. Bayaqlar çəkdim, göstərdim. Orada qardaşım nədir? Nə idi o? Burada bir dənə mətbəxdir. Maşallah, maşallah. Bir dənə. Mətbəxin bir dənə mətbəxi var. Mətbəxi var. Gəl bura. Mətbəxin bir dənə mətbəxi var. İndi bir dənə onu söylə. Azad. Bir dənə də otaq var. Yenə də deyirəm. Birinci mərtəbədə budur. Görürsən, genişdir. Bütün otaqlarımız hamısı genişdir. Özdə ki,
kondisionerinə kimi hər bir şey var. Maşallah bu kamen var ha burada. Kamen də işləyə vəziyyətdədir ya Azad. Hələ bilərsən ki, işləmir, işləyə vəziyyətdədir. Qalxaq indi buradan inşallah ikinci mərtəbəyə. Hələ ikinci mərtəbənin üstündə mansardı da var. Azad, bax, yuxarı qalxan pilləkənlərdir. Bu da, eşidirsən, ikinci mərtəbənin xoludur. Belə deyək. Buradan başlayın nə? Bura gəl. Birinci qapını göstərmişsən. Bu yuxarı qalxan pilləkəndir. Yuxarı qalxan pilləkəndir. Bu qalxır mansarda, qardaş. Bu ikinci mərtəbənin ümumi hamam otağıdır, qardaş. Göstərdin. Gəl bura, kabinası zadı hər bir şey. Burada, qardaşım, bir dənə valideyn otağıdır yenə də. Görürsən, hə? Bir dənə daxilində orada hamam otağı. Orada, düzdür. Hə, Azad? Qardırob, bir dənə deyəsən hamam otağıdır orada. Hə, bir də hamam otağıdır, Azad. Bu, yuxarıda 2 dənə hamam otağını göstərdik. Birinci yataq otağı. Bu, mən səhv saldım burada. İnanırsan, bu ev olmadı. Bu oldu kino. Həqiqətən adamın bizi izləyənlər var. Onların üzərində maraqlılık bu evin sonu nə olacaq? Başa düşdün? 4 dənə yanbayan yataq otağıdır burada. 5 dənə yataq otağı. İkinci mərtəbədə 5 dənə yataq otağı, bir dənə xoldur. Belə də 6 otaq, 2 dənə otaq aşağıda. 8, bir dənə də yuxarıda böyük. Bu nə oldu? 9-10 dənə otaq diyor burada, qardaş. Burada bizim 3-cü yataq otağımızdır, 2-ci mərtəbədə yerləşən. Geç. İstilik sistemimiz 2-ci mərtəbədə kombidir. Radiator sisteminə. Amma ev həqiqətən izolyasiyası elərik evi. Həqiqətən, qardaşım, qəşəng istidir ya evin ya, fikir verirsən. Maşallah. Gəl. Buranı çəkdim. Bir dənə də yataq otağı buradaydı. Buna var, bir dənə kombin üstünü gör necə ediblər. Köynə var idi ya, yığırdılar ha. SSR-nin vaxtında. Prosto evimiz SSR-dən qalmır. 10 idi. 10 idi. Qalx. Azad, qardaş, bax, burada mansardıdır. Görsən nə boyda? Buranı elə bilyard otağı, nə bilim, oyun zalı. Ne istəyirsən də, qardaş. Burada yığıncaq ver. Qardaşım, evimiz... Artıq əşyalar burada yığırıq oraya. Evimiz 14 sotun içində. Get şey aşağıda, birinci mərtəbədə tamamlayır videonu, saxla. Bəli, qardaşım. Bu gözəl evin qiyməti hamısını göstərdim sizə. 14 sotun içində. Təkcə evimiz 500 kvadratlı təkcə evimiz. 62 kvadrat həyətindəki o söhbətgahdır. Hamısını çəkdim, göstərdim sizə. Yerləşmə yeri bu zonada, Ayda Parkın arxasında, 5-ci dalanda əzizləyicilərimiz. Qapısı necə asfalt olan məhəllədədir. Çox gözəl təklifdir. Qiymət elə bir qiymətdir. Evin içində gördüyünüz bütün mebellər qalır. Evin sahibi paltarını götürür çıxır barı. Torpağın qiyməti 25 mindir burada. Ən ucuz torpağı deyirəm. Yəni ki, 2 sot, 5 sot, 10 sot alsan yox ha. 14 sot olduğuna görə yenə də deyirəm, ən aşağı qiymətini 25 mindən deyirəm mən. 650 min start qiymət də azaldır. 650 min. Real alıcı əlbəttə ki, endirmə olunacaq. Səhifəmizdə nömrəmiz qeyd olunub. Əgər kimsə əsl mülk, böyük ailədirsə, mülk almaq istəyirsə, gəlsin bu evi alsın. Həqiqətən dosta, qardaşı qismət olsa evdir. Əlaqə saxlayın, götürək, göstərək. Çox gözəl variant. Sağ olun, bu günə bu qədər.